valideyindən biz başlamalıyıq. Uşaq, sən özünü abırlı aparmalısan, yox. Valideyn özündə borc bilməlidir, qınaq bilməlidir ki, mənim övladım ədəbsiz hərəkət elədi. Mənim övladım müəllimə cavab qaytardı. Bunu valideyn utanmalıdır, uşaq yox. Valideyn məktəbə, valideyn iclasına çağırılanda bu həyəcanla, təşvişlə ki, gəlməyəcək ki, gedim görə müəllim mənə nə deyəcək, uşağım neyniyib, o gəlməyəcək. Və uşaqlarımızın biz tərbiyəsinə məşğul ola bilməyəcəyik. Və gələcəkdə də müəyyən qədər bu cür böyüyən və təcrübədə təkmilləşən, negativ təcrübədə təkmilləşən uşaqların yuxarı sinif şagirdləri olanda isə yuxarı siniflərdə bəzən onların müəyyən davranışların qarşısını almaq asan da olmayacaq. Çünki onlar ona dəyər verir. Belə olmalıdır. Yəni, mən beləyəm, sən geridə qalmışsan. Mən belə olmalıyam. Bu, valideynin özündən başlamalıdır. Valideyn uşağının iki almasına görə də, digər uşağa kobud rəftar edib, ona ziyan vurmasına da, heyvan balasını itələməsinə görə də valideyn uşağın davranışından ictimai qınaq olaraq utanmalıdır.